Salam, bugün sizinlə 7-ci sinif 4.2 kimyəvi birləşmələrin və qarışıqların fərqli xüsusiyyətləri mövzusunda suallara baxacağıq. Səhifə 75. Öyrəndiklərinizi tətbiq edin hissəsindəki sualla başlayaq. Ammoniakın tərkibində olan hidrogeni ayırmaq üçün hansı üsul təklif edərdiniz? Fikrinizi əsaslandırın. Ammoniak formulunu biz yaza bilirik. Formulunu yaza bildiyimiz şeylər kimyəvi birləşmə, qarışıq deyil. Bu kimyəvi birləşmədən də hidrogeni ayırmaq üçün parçalanma reaksiyasını istifadə edə bilərik. Yəni kimyəvi reaksiya lazımdır bunun üçün. Bunu fiziki üsullarla ayıra bilmərik biz buradan. Bu formada reaksiya apara bilərik. Öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Birinci sual. Modelləri ifadələrlə uyğunlaşdırın. Yalnız şurada aiddir. Burada görürsünüz, A-da ancaq bir maddə molekulu var. Bu yalnız şurada ola bilər. Yəni, belə yazsaq, 1, 2, 3 yazaq. 1-ə A uyğundur. Dəmir və kükürt qarışığına aiddir. B-yə fikir verin, fərqlidir. Yəni, biri ağ rənglidir, biri boz rənglidir. Burada qarışıqdır. Bu ağlar kükürtdür, boz olanlar isə dəmirdir. 2-yə B. Yalnız ferrum S birləşməsinə aiddir. Bu isə, bax, görürsünüz, bu birləşmədir artıq, birləşib. Bayaq dediyimiz kimi boz rənglilər dəmirdir, ağ rənglilər isə kükürtdür. Bunlar birləşmədir. Qarışıqlarda isə görürsünüz ayrı-ayrıdır. Birləşmədə birləşiblər molekullar bir-birinə, 3-ə isə C aiddir. İkinci suala baxaq. Hansıların tərkibində azot öz xassələrini saxlamır? Fikrinizi əsaslandırın. Hava qarışıqdır. Qarışığın tərkibindəki maddələr öz xassələrini saxlayır. Belə yaza bilərsiniz bura. Amma kimyəvi birləşmənin tərkibindəki elementlər öz xassələrini saxlamır. Qarışığın tərkibində burada havadır. Havanın tərkibində azot var. Azot öz xassəsini saxlayacaq. Yəni gördüyünüz kimi bəstaldır, yəni element kimidir. Ammoniak isə birləşmədir. Kimyəvi birləşmədə burada azot öz xüsusiyyətlərini saxlamır. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Saxlamayan deməli B olacaq. Həmçinin naşatır spirti. NH4 OH-dır. Bu da kimyəvi birləşmədir. Kimyəvi birləşmədə də azot öz xassəsini saxlamır. Təşəkkürlər.